yaradıcılığında əsas yer tutan obrazlar sırasında biz sevimli qadın obrazlarını qeyd edə bilərik. Əsas orada o plastik axtarırdı, form axtarırdı və ona da nail olurdu. Bir çox əsərləri onun dəzgah heykəltaraşlığının gözəl, parlaq nümunələridir. Anikushin'in yaradıcılığına xas olan xüsusiyyətlər bəzi məqamları Akif müəllimin də yaradıcılığında sezilir. O heç kim oxşamır. O sadəcə Azərbaycanlı heykəltaraşı Akif Əsgərovdur. Yoxluğu mən istəyirəm onu. Həm bir heykəltaraş kimi, həm bir insan kimi, həm bir dost kimi onun üçün darıxıram. Onun iki dənə həyatda yolu var idi. Bir böyük sənət, bir də bir böyük ailə. ...1940-cı ildə Naxçıvanda doğulan Akif Əsgərovun sənətə olan sevgisi onu Əzim Əzimzadə adına rəssamlıq məktəbinə, daha sonra isə Leningrad şəhərinə Anikushin emalatxanasına qədər apardı. Gənclik illərində formalaşdırdığı baxış bucağı ömrü boyu əsərlərinə sirayət etdi. O, obrazdan aldığı ilk təəssüratı öz əsərində əks etdirirdi. Və təbii ki, Akif müəllim daha sonra sənətdə öz dəstxəttini, özünə məxsus individual üslubunu seçdi. Tələbəlik illərində gözəl günləri olub, təhsilini mükəmməl alıb. Həmən o peşəkar səviyyədə aldığı bilik Akif müəllimin həyat boyu aparıb. O həmişə realistik məktəbinə sadiq olan bir insan idi və gözəl əsərlər yaradırdı. Onun işləri həmişə optimistik işlərdir. Onun işlərində həmişə əhval-ruhiyyəsi yüksək olan bir işlərdir. O, heç vaxt o məişətlə yaradıcılığını bir-birinə qatmazdı. Bu da onun ən müsbət cəhətlərindən biri idi. Akif müəllim əsərlərində nəyə müraciət eləyirdi? O, yaşadığı dövrə, yaşadığı ətrafında olan insanlara. Akif müəllimin əsərlərində rast gəlmişik, tarixə müraciət eləyib. Bunlar müəyyən bir sifarişlər idi ki, hansı ki, dövlət tərəfindən, Mədəniyyət Nazirliyi tərəfindən hansı bir sifarişlər olurdu və o sifarişlərdə mütləq şəkildə Akif müəllim həmən dövrü və yaxud həmən bir şəxsiyyətləri işləməli idi. Akifin əsərlərini hər muzeydə tanımaq olur. Bu bilirsən ki, bu Akif Əsgərovdur. Bu özün bir dəstxəttə olmağı həddindən artıq bir heykəltaraş üçün, bir rəssam üçün həddindən çox çətin bir yoldur. 1986-cı ildə Zaqafqaziya Biennalisinin qızıl medalını qazanan sənətkar 1997-ci ildə Bakıda keçirilən şəxsi sərgisində Balerina, Bahar kimi əsərləri ilə öz dəstxəttini nümayiş etdirdi. Monumental abidələri də Akif müəllimin biz rastlaşmışıq. Onun gənc, cavan vaxtlarında da monumental abidələr həmi Azərbaycan regionlarında, Bakı şəhərində Yusif Məmmədəliyevin abidəsi şəhərin mərkəzində, Bülbülün abidəsi. Bax, bunlar Akif müəllimin monumental abidələrinin nümunəsidir. Kişinyovda Nizami Gəncəvinin büstünü, Parisdə bizim görkəmli dövlət xadimi, Demokratik Respublikanın parlamentinin ilk rəhbəri Əlimərdan bəy Topçubaşovun Senkulu məzarlığında yerləşən qəbrüstü abidəsini, məşhur Macar ictimai xadimi Padmanitskinin xatirə lövhəsini, eləcə də ümummilli lider Heydər Əliyevin həm ölkəmizdə bir çox şəhər və rayonlarda yerləşən, həm də Türkiyədə, Misirdə, Gürcüstanda yerləşən monumental heykəllərinin müəllifidir. Mehdi Zərdadanın büstü üzərində işləyəndə mən gördüm ki, o nə qədər dərindən materialı öyrənir. Mehdi Zərdadənin o abidəsi bir nüsxəsi Bakıdadır, bir nüsxəsi də o Sloveniyada qurulub və hakimə böyük həssaslıqla,
böyük ustalıqla bu işləri yerinə yetirmişdi və ona görə də onu artıq orada onu tanıyırdılar. Xeyli Azərbaycan dastanlarına, Azərbaycan şairlərinə, Azərbaycana çox böyük işləri var onun. Düzdür, onlar kiçik formada əsərlərdir. Onlar həmişə xoşlayırdı o əsərləri bürüncə keçirsin və bürüncdə həmişə onun üstündə işləsin. Heykəltaraşın, rəssamın tanınmağına vaxt lazımdır. Vaxt onu hər şeyi yerinə qoyur. Bu günlərim onun gözəl bir əsəri, Bülbülə aid əsəri Azərbaycanın ən gözəl yerində ucalır. Bülbülün heykəli çox gözəl bir heykəldir və o uzun müddət onun üstündə çalışırdı. O bülbül üzərində çox işlədi. O bülbülün əvvəl o bülbülün heykəlini öz emalçanasında işləyirdi. Emalçanası onun çox böyük deyildi, aşkar. Emalçası böyük deyildi. Sonra isə o heykəli apardı. Biz kombinat deyirik, haradakı bürüncə köçürən bir kombinat var ora. Bürüncə keçiləndən sonra bəzi şeylər onun xoşuna gəlmədi orada və o çox şey orada bürüncdə dəyişdi. Hər gecəm oldu kədər. Azərbaycan xalqı öz görkəmli şəxsiyyətlərinin xatirəsinə həmişə böyük hörmətlə yanaşmışdır. Görkəmli şəxsiyyətlərin xatirəsinə ucadılmış abidələr bunun bariz nümunəsidir. Bülbülün sənəti yaşayacaq, onun təkrar olunmaz səsi yaşayacaq və bizim hamımızı sevindirəcəkdir. Sənsiz. Akif Əsgərov əsərlərində həyatı boyasız görməyi üstün tuturdu. Şirin illüziyaların ardınca qaçmırdı. O sənətə həqiqətin səsini gətirmişdi. Əxlaq saflığı, əməksevərlik, vətənə bağlılıq, onun yaratdığı fiqurlar bu mənəvi sütunlar üzərində dayanırdı. Əsərlərində daha çox qadın obrazları xüsusi yer tutur. O qadının sadəcə estetik bir obyekt kimi deyil, psixoloji və insani baxımdan da duyğusal obraz kimi təqdim edirdi. Elə Ştillər kompozisiyası bu baxımdan həm lirik, həm də fəlsəfi ovqat yaradır. Onun yaradıcılığında əsas yer tutan obrazlar sırasında biz sevimli qadın obrazlarını qeyd edə bilərik, balerina obrazlarını qeyd edə bilərik. Qadın obrazları ümumiyyətlə rəssamlıqda rəssamların çoxu bu mövzuya müraciət eləyir. İki əsas amil var. Birincisi, əlbəttə ki, qadın gözəlliyidir. İkincisi ki, qadın plastikasıdır. O həmişə o Azərbaycan qadınında Azərbaycan gözəlliyi, onun necə deyirlər, dəstxətlə Azərbaycanın mədəniyyətini istəyirdi o gözəl xanımlarda göstərsin. O, haçan gedirdim, emalatxanasında çalışırdı. Biz emalatxanamız bir-birinə yaxın idi. Günortadan sonra gəlirdim emalatxanaya. Görürdüm ki, çayı dəmləyib, oturub, biz bir yerdə otururduq. Əgər bir yerdə əsər yaradacaqsa, ondan danışırdıq. Yox, öz əsərlərindən oturub xeyli söhbət edirdi və gələcək əsərlərini yaratdığı haqqında mənə məlumat verirdi. Və mənim hər halda fikrimi bilmək istəyirdi. Onun həm monumental abidələri, həm də dəzgah heykəltaraşlığı sahəsində yaratdığı əsərlər çox dəyərli bədii xüsusiyyətlərə malikdir. Əsərlərini müşahidə eləsəz, bir çox əsərlərin onun dəzgah heykəltaraşlığının gözəl, parlaq nümunələridir. Lap gəncliyindən onun qocalar kompozisiyası və cavan vaxtlarında onu eləyib artıq bu Akifin gənc yaşlarında bir heykəltaraş kimi düşüncələri idi, fikirləri idi. Dəzgah əsərlərinin özü istəyən kimi öz həyatı ilə bağlı onun gözəl əsərləri var.
qızına həsr olunmur, oğluna həsr olunmur, ailəsinə həsr olunmur. Onunla işləyənlər yaxşı bilirdi. Akif Əsgərov zarafatsız durmazdı. Amma o zarafatların altında dərin bir nizam, güclü məsuliyyət hissi yatırdı. Elə bu gücüdür ki, onu həm sənətkar, həm də insan kimi sevilən bir şəxsiyyətə çevirdi. Akif bir insan kimi çox gözəl bir insan idi. Zarafatı sevirdi, yumoru sevirdi. Və doğrudan da bir zaman bir yerdə işləmişik. Bəzi əsərləri bir yerdə yaradmışıq, tamamlamışıq. Akif müəllim həm zarafatçıl idi, həm də mülayim bir insandı. Heç vaxt kəskin hərəkətlər eləməzdi, heç kim xətrinə dəyməzdi. Oyun işləmək çox rahat idi. Akif müəllim qapını döyəndə açırdın qapını, Akif müəllim özünə məxsus tərzdə bir söz deyirdi. Qonşu qonşuya gedər də gələrdi. Bax, bu onun zarafatı, artıq gülümsəyərək daxil olurdu. Deyirdim, Akif müəllim bir çay, dedi, niyə soruşursan? Çay nədir, say nədir? Çıxdın 5-ə, vur 15-ə. Yəni, bu sözlər, bu zarafatlarla Akif müəllim daxil olardı, işə baxardı. Ailə sevən bir insan idi. Onun 2 dənə həyatda yolu var idi. Bir böyük sənət, bir də bir böyük ailə. Hansısa bir işlə əlaqədar əgər çağırmışamsa, dəvət eləmişəmsə, bu vaxtda Akif müəllim ciddiləşirdi. O cürdə olub ki, Akif müəllim girib emalatxana iş işləmişik. Akif müəllim bir dənə zəhmət olmasa, baxki ilə, fikri vidiqi ilə gəlib baxıb görür, susur, heç nə demir. Deyir, dəymə dayı. Ay, yox, necə dəymə, Akif müəllim, hələ mən işləməliyəm bunu. Deyir, mən sənə deyirəm, dəymə. Dəymə, dəymə. Qulaq asırdım Akif müəllimin o fikirlərinə, onun münasibətinə. Onun müəllimi Anikushin buna bir pərgar vermişdi, iri pərgar. Pərgar, yəni hansı bir 2 metr heykəli ölçmək üçün bir pərgardır, ağacdandır. Akif müəllim onu mənə hədiyyə verdi. Akif müəllimə yadigar qalan əşyalardan biri də onun müəlliminin ona bağışladığı pərgardır, hansı ki, indi bu məndədir. Xalq rəssamı Akif Əsgərovun həyat və sənət yolunu bir araya gətirən sərgi də sənətsevərlərə təqdim olunub. Ruhun Sədası adlanan bu ekspozisiyada onun məşhur işləri ilə yanaşı daha fərdi və emosional əsərlər də yer alıb. Adı kimi Ruhun Sədası burada fiqura çevrilib. Akif Əsgərovun Ruhun Sədası adlı bu sərgidə Akif müəllimin 60-adək sənət əsəri nümayiş olunur. Yaşlı insanların, ağsaqqal obrazlarını biz görə bilərik ki, onların hər biri bizim bu sərgidə nümayiş olunur. Sərgi elə qurulub ki, sanki Akif Əsgərovun emalatxanasına daxil olub, onun fərdi dünyası ilə baş-başa qalırsan, obrazları ilə ünsiyyətə girirsən və bu dünyada ruhun sakit sədasını izləyirsən. Monumental abidələrinin əsas qəhrəmanları tanınmış ictimai, siyasi, ədəbi xadimlərdirsə, dəzgah heykəltaraşlığının və kiçik plastika sahəsində yaratdığı əsərlərin qəhrəmanları və bizi əhatə edən gördüyünüz bu gözəl sənət nümunələridir. Hazırda İncəsənət Muzeyində davam edən sərgi bu böyük sənətkarla yenidən görüşmək, onun sükutla danışan heykəllərinə toxunmaq fürsətidir. Sentyabra qədər açıq olan bu ekspozisiya sənəti ilə yaşayan bir insanın yaddaşımızda daha da canlı saxlayır.
Əsərlər susar, amma bir baxışda hər şey danışar. Xalq rəssamı Akif Əsgərov da bu dilsiz dillə danışmağı bacarırdı. Onun heykəlləri təkcə forma deyil, duyğu, düşüncə və insanın mənəvi portretidir. O, gözəllik və poetikanın ustalıqla qovuşduğu nadir bir sənət dünyası qurdu. Azərbaycan incəsənəti Akif getməklə həyatdan gözəl bir rəssamı itirib. Biz də həmkar olaraq gözəl bir dostumuzu itirmişik. Mən ona öyrəşmişdim. Bax, indi mən istəyirəm ki, Akif yoxdur. Onu yoxluğunu mən istəyirəm onu. Həm bir heykəltaraş kimi, həm bir insan kimi, həm bir dost kimi onun üçün darıxıram. Akif müəllim gedəndən sonra mən özümü elə bil ki, biraz yalnız hiss edirəm. Çünki Akif müəllimlə 50 il dost insan, bir yerdə bəzi işlərin yaradıcılıq hissiləri, Akifin zarafatları, Akifin söhbətləri heç vaxt mənim yadımdan çıxmır. Mən xoşbaxt adamam ki, Akif Əsgərov kimi şəxslərlə həyatımda tanış idim. Onlardan çox şey öyrənmişik və təbii yaşadığın dövründə çalışırsan, həmən o gözəl xüsusiyyətləri saxlayıb, qoruyub, onları davam etdirirsən.